Xoş gördüm hər birinizi. Əgər bu videonu açmısansa sona qədər dinləməyini istəyirəm. Çünki çox uzatmadan saxta sevgi, yalancı sevgidən danışacağım. Çox insan saxta sevgi adı altında, yalancı sevgi adı altında illüziyalara dalır. İllüziya nə deməkdir? İllüziya o deməkdir ki, mən reallığı görməyim deyə özüm üçün belə bir maneə yaradıram ki, o insanı olduğu kimi deyib, beynimdə istədiyi versiya salıb, o insanın beynimdə bir münasibət qurmağa çalışıram və yaxud da ki, nələrsə etməyə çalışıram. Yəni illüziya bu deməkdir. Və sən saxta sevgi münasibətində, yalancı sevgi münasibətində bu cür yaşamaq seçirsən. Amma əslində fərqində deyilsən. Gəlin baxaq görək saxta sevgi nədir? Baxın, uzun sözün qısası, yalancı, saxta, nə bilim manipulyator, narsist, ghosting, nə bilim də sizin dediyiniz istifadəçi və s. tipli münasibət nədir? Gəlin buna baxaq. Birinci növbədə bu insanlar tərk edən, rədd edən, ghostlayan, yox sayan, səni dəyərsizləşdirən, yetərsizləşdirən, sən özünə lazımsız, günahkar, qınayan, tənqid edən və s. tipli olan insanlardır. Bəs əksi nədir? Əksi də odur ki, bu insan səni özünə dəyərli, yetərli, güvənli, sevgi dolu və s. hiss edir. Bəs necə olur ki, həyatımda bu tərz insanları seçirəm ki, onlar mənə özümü dəyərsiz, yetərsiz, sevgisiz, güvənsiz edir? Bugünkü mövzumuz bu deyil, bu da ayrı bir mövzu olsun. Əgər həyatında bu cür bir insan seçmisənsə, sənin daxili olan şuuraltı proqramlarındır, seçmisənsə. Amma yox, fərqindəsənsə buraxırsan. Çünki normal sağlam bir insan ona dəyər verməyən insana tutunub qalmaz. Normal sağlam insan onu tərk edən insanın aylarla, illərlə yasını saxlayaraq qalmaz. Normal sağlam psixoloji gücə malik olan insan onu rədd edən birini dəyişdirməyə çalışmaz. Sadəcə buraxar, mənə aid olmayanı. Demək ki, bir yerlərdə mən də özümə aid ola bilməmişəm ki, o insanları tutub saxlamağa ehtiyac duyuram. Burada artıq şuuraltı proqramlarla işləmək olar. Bunun üçün səni dəvət edirəm mənim ödənişsiz konsultasiyamda iştirak eləməyə və yaxud da ki, YouTube üzərindən digər ödənişsiz vebinarlarımı izləməyə sənə dəstək ola bilərəm. Postun altına isə Instagram linkimi qoyacağım. Onun üzərindən keçid eləyərək Instagram profilimə abunə ola bilərsən. İndi isə qayıdaq mövzuya. Saxta sevgi, yalancı sevgi odur ki, hər şey açıq və net görünür. İnsanın görüşə gəlməməsi, günləri uzatması, söz verib sözün üstə durmaması, davranışınla sözünü tutmaması, buradan səni təsdiq edib digər halda səni yox sayması, səni özünə narahat, təşvişli, gərgin hiss elətdirməsi, sanki sən bir yerə aid olmaq istəyirsən, amma aid ola bilmirsən. Sən bir yerə təsdiq olunmaq istəyirsən, amma oluna bilmirsən. Sanki hər şeyin səbəbkarı sənsən, günahkarsan. Bu artıq belə Lori dediyim yalancı və saxta bir sevgi münasibəti, yəni illüziyadır. İllüziyaya qərq olmusan deyə reallığı görə bilmirsən. Niyə görə mən şəxsi inkişaf və şəxsi münasibət və həyatı üzərindən gedirəm? Çünki biz özümüz kimi ola bilməyəndə, özümüzdən çıxanda dünyaya da illüziyalarla baxırıq və hər bir şeyi yalancı kimi, saxta kimi, rədd edən kimi, tərk edən kimi, dəyərsiz kimi və s. görürük və özümüz ola bilmirik. Ona görə də yalancı sevgilər, saxta sevgilər yaratmağa davam edirik. Reallığı görə bilmirik. Dürüst olan biri dürüsttür. Olmayansa deyil. Ona görə isə özümüzü yormağa dəyməz. Ümid edirəm ki, video sənə faydalı oldu və bir çox analizlərini götürəcəksən. Nəsə aydın olmadısa, YouTube üzərindən shorts hissəsinə də baxa bilərsiniz. Qısa videolarıma da Instagram üzərindən keçid edə bilərsiniz. Suallarınızı yaza bilərsiniz. Mütləq hər birini cavablandıracağam. Təşəkkür edirəm.